Gözəlliyi seyr etmək, gözəl görmək hər birimizin haqqıdır. Təbiətdə var olan hər bir canlı ətrafında ancaq sehirli mənzərə yaradır. Bu mənzərəni seyr etmək üçün görən göz, duyan ürək, bir ovuc təbəssüm insanlara ruh verir. Belə təbəssümün əsas şərti də məhz ağappaq dişlərdir. Simamızdakı bu gözəllik üçün dişlərimizin təmiz və ağ olması mütləqdir. Bir uşaq evdə böyüyərkən görür ki, ana-ata axşam yatarkən öz dişlərini fırçalayır, səhər oyanarkən dişlərini fırçalayır, sadəcə passiv şəkildə baxan, müşahidə edən rolunda olmalıdır. Məsələn, səhər tezdən bir yerdə durur, lap balaca, kiçikdir, 2 yaşı var. Onunla məsələn hamam otağında zaman keçirərək, söhbət edə-edə anası dişlərini fırçalasın. Həm uşaq artıq model olaraq görür ki, birinci dişini necə pastanı diş fırçasına qoyursan, ağzına necə qoyur, hansı formada fırçalayır. Sadəcə biz buna deyirik passiv izləyici. Passiv izləyici şəkildə uşaq bunları artıq görməsi lazımdır. Necə deyirlər, aşıq gördüyün çalar. Uşaq artıq bunları vərdiş kimi beyninə sanki o kodlamağa başlayır. Və artıq 3-4 yaşlarında biz yavaş-yavaş artıq dişlər formalaşır uşaqlarda. Biz yavaş-yavaş diş fırçası ilə onu tanış eləməli, hətta bir yerdə bunu etməliyik. Qədimdə insanlar dişlərini təmizləmək üçün tərkibində öküz tozu, yəni kül halında yandırılmış öküz buynuzu, yumurta qabığı tozu və bəzən ətirli bitkilərdən ibarət toz halında qarışıqlar istifadə edirdilər. Qeyd edək ki, ilk diş macunu təxminən eramızdan əvvəl 5000-ci ildə Misirdə hazırlanıb. Sonradan Yunanlılar və Romalılar diş macununa əzilmiş sümük, qabıq və kömür əlavə ediblər. 20-ci əsrdə isə diş çürümələrinin qarşısını alan və diş minasını möhkəmləndirən maddə olan florid diş macunlarına əlavə olundu. Bu dövrdə diş macunları da uşaqlara sevdirilmək üçün müxtəlif şəkillərlə, müxtəlif formalarda, müxtəlif rənglərdə, yəni müəyyən aromatlar qatılır diş macunlarının tərkibinə ki, o belə sevilsin, yəni müxtəlif aromatlar olduğuna görə uşaqlar onları çox asanlıqla istifadə edə bilir, sevirlər. Biz valideynlərin üzərinə düşən, eyni zamanda stomatoloqların üzərinə düşən vəzifələrdən biri də odur ki, uşaqları biz müayinə edərkən mütləq onlara ayrıca bir təbliğat və maarifləndirici yönündə söhbətlər aparmalıyıq, diş macunları haqqında məlumat verməliyik, onları sevdirməliyik. Dişlərimizin saflığını qoruyaq ki, təbəssüm heç zaman simamızdan əski olmasın. Bahar Əhmədova, Könül Rəhim Əlabbasov, Səhər çağı.